Bir diğer sindrom var, mesela Capgras sindromu, onu görmüşəm. Burada da xəstə bir gün deyir ki, siz mənim valideynlərim deyilsiniz. Ata-ana da başa düşmüş ki, nətər yəni üzümü görürsən, tanıyırsan, nətər ola bilər. O da deyir ki, yox, siz onlara oxşayan, amma başqalarsınız, gəlmişsiniz mənim evimdə yaşayırsınız. Hətta deyir ki, çıxın gedin, belə bir şey. Belə bir inanı şey var, delüziya var ki, öz valideynlərinə oxşayan insanlar gətirib qoyublar. Onlar da iddia edirlər ki, biz sənin valideyninik, halbuki elə deyil. Xəstələrin də yenə də məntiqli açıqlamalarla bunu fikirdən daşındırmaq olunur. Yenə də ancaq müalicə, antipsixotik müalicə. Yəni bunlar daha çox da şizofreniya xəstələrində olan sindromlardır. Müalicə ilə ortadan qaldırılır. Deyə bilərsiniz, keçmişdə dərmanları yox idi, necə müalicə edəcək. Keçmişdə də, indi də yəni 100 il, 150 ildir olan EKT dediyimiz bir müalicə var ki, elektriklə şok vermə tedavisi effektivdir. O zamanlarda o tedavi aparılırdı. Yəni bilməyən insanların əlinə düşən pasiyentlər çarəsiz qalırlar.